Mükəmməl şəkildə aşkar operatoru öyrənirik. Gün 3. Baxaq, bu tiplilərdə necədir? Burada fikir verin. Yenə A-nın altında M dayanıb. Deməli, A bərabərdir M-dir. 2B-nin altında 24 dayanıb. Onda 2B-mizi biz 24-ə bərabər edirik. B-miz də olur 12. İki cür tənlik olur. Bir sol tərəf, bir də sağ tərəf. Birinci sol tərəfi işləyirəm. Sol tərəf işləyəndə A-mız M-dir, B-miz isə 12-dir. Yerinə qoyuram. 3 vurulsun M, çıxılsın B-miz 12-dir. 12 bölünsün 2, yəni 6. Bir dəfəlik 6 qoyuram. Bərabərdir. Keçirim ikinci tərəfə, bura. Burada da yenə A-mız 5-ə bərabərdir. Bunları silim, elə başa salım. Sol tərəfə yazdıq. İndi sağ tərəfə keçəndə yenə bu buna aiddir. A-mız 5-dir. A bərabərdir 5. 2B-miz isə 2M-ə bərabərdir. 2B bərabərdir 2M-dirsə, ikilərimiz ixtisar gedəndə B də bərabərdir M olur. Gətirib yerinə qoyuram. 3 vurulsun A-mızın yerinə 5. Çıxılsın B-miz M-dir, bölünsün 2. Sol tərəflə sağ tərəf bir-birinə bərabər eləyirik. Çünki burada bərabərlik var və hesablayaq. Bura oldu 3M, çıxılsın 6, eyni şey təzən yazım. 3-ü 5-ə vururam 15, bölünsün M bölünsün 2. M-ləri bir tərəfə, ədədləri bir tərəfə keçirirəm. 3M çıxılsın, bu çıxmaydı, bu tərəfə keçir. Üstə gəlsin, M bölünsün 2, bərabərdir 15, 6 mənfidir, keçir olur, müsbət. Hər tərəfi 2-yə vururam, eləyir 6M plus M, bərabərdir. 15-in üstünə 6 gəldi, 21 eləyir. 21-i də 2-yə vuranda, neçə eləyir 21-i 2-yə vuranda? 42. Bu belə. Oldu 7M bərabərdir 42, M bərabərdir 7.